Hər vaxtınız xeyir Sportalı aziz izləyiciləri. Bu tur Azərbaycan Premyer Liqasında 20-ci turun oyunları keçirildi. Premyer Liqada mübarizə get-gedə gərginləşir. Çempionluq uğrunda mübarizə daha da sərt mübarizə gedir. Qarabağ Azal üzərində 2-1-lik qələbə qazanandan sonra nəhayət ki, əsas rəqibləri ilə xal fərqini 4-ə çatdırdı. Paytaxt derbisində Bakı Neftçiyə qalib gəldi 2-0 hesabı ilə. Qəbələdə baş tutan dramatik görüş Xəzər Lənkəranın qələbəsi ilə baş tutdu 3-2. Nəhayət ənənəvi olaraq Inter Zaqatala Simurqa 1-0 hesabı ilə qalib gəldi və outsiderlərin duelində Sumqayıt Rəvan oyununda isə heç-heçə qeydə alındı. Studiyamızın bugünkü qonaqları var. Sözsüz ki, bunlar ənənəvi olaraq daimi qonaqlarımızdır. Qarabağın məşqçisi Samir Musayev və tanınmış jurnalist Emin Abbasov. Hər ikinizi salamlayıram öncədən. Sözsüz ki, qonaqlarımız 20-ci hesabat turunu dəyərləndirəcək. Öncə Bakı Neftçi oyunundan başlayaq. Neftçi bu oyuna itkilərlə çıxmışdı. Samir əsasında çoxları əvvəlcədən müəyyən edir ki, Bakı qələbə qazanacaq. Öncə Bakı Neftçi oyunu haqqında fikirlərini bilmək istəyirəm. Əvvəla hamını salamlayıram. Bakı Neftçi oyunu haqqında nə deyə bilərik? Biz bundan əvvəlki verilişdə də demişdik ki, oyundan sonraki Neftçinin aqressivliyi niyə göstərməməlidir və aqressivliyin son nəticəsi belə olur. Niyə belə olur? Mən belə deyim, Bakı Neftçi oyunu sönük keçdi. Yəni o biz gözlədiyimiz kimi belə maraqlı oyun alınmadı. Sönük oyun oldu. Neftçi Bakıya sırf Lənkəranla oyundakı aldığı qırmızıların hesabına uduzdu. Yəni o futbolçuların meydançada olmamağı Neftçinin məğlubiyyətinə gətirib çıxartdı. Hər iki komanda belə deyim, tamaşaçıların gözlədiyi futbolu oynaya bilmədilər. Sönük futbol oynadılar. Qol imkanları belə deyim də çox olmadı. Bu oyun demək olar ki, qapıçıların oyunu oldu. Yəni hər iki komandada qapıçılar haradasa biraz aktiv oynadılar. Bu gözlənilən idi. Oyundan qabaq da bütün hər kəs deyir ki, Bakı qalib gələcək. Çünki Neftçi oyuna tam heyətlə getməmişdi. Mən bu Bakı Neftçi oyununun, Neftçinin məğlubiyyətini sırf o futbolçuların meydançada olmamağına bağlayıram. Çünki Neftçi müdafiədə, Bakı ilə oyunda müdafiədə cavan, belə deyək də, gənc futbolçuları oynadırdı. Ona görə tez-tez boşluqlar verirdi. Və Bakı da hamısından istifadə edə bilmədi. Sadəcə olaraq iki imkandan maksimal istifadə edə bildi. Yenə deyəm, bayaq dediyim kimi bu oyun qapıçıların oyunu oldu. Bakının qapıçısı Aqil Məmmədov qeyd edirəm ki, neçə oyundur. Deməm, Bakının ən yaxşı futbol oyuncularından olur. Qapıçı da ki, komandanın 50% deməkdir. Neftçinin qapıçısı da pis dayanmadı. Yəni o da aktiv idi. Sadəcə olaraq Bakının vurduğu ikinci qol məhz onun səhvindən vuruldu. O elə qapıçı elə səhv eləməməlidir. Yenə deyirəm, gözlənilən oyun olmadı. Sönük oyun keçdi. Digər oyunlara nisbətən bu çox sönük oyun keçdi. Neftçinin məğlubiyyətini sırf Lənkəran oyunda alınan qırmızı vərəqələrə bağlayır. Yəni o qırmızı vərəqələr olmasaydı, o futbolçular meydançada olsaydı, Neftçi Bakıya məğlub olmayacaq. Bu sualım hər ikincədir. Sözsüz ki, Samir Musayev, sən bir hücumçu olaraq Azərbaycanda adı qazanmışsan, bilirik bundan. Neftçidə Platiye, yəni ilk 20 dəqiqə ərzində sözü səhv eləmirəmsə 3 epizod qaçırdı. Platiye niyə uyğunlaşa bilmir komandaya? Belə deyim, futbolçu var, o sırf məşqdən asılıdır. Futbolçu var ki, komandaya uyğunlaşa bilmir, transfer olunur, amma komandaya uyğunlaşa bilmir. Futbolçu var ki, ilk oyuna komandaya uyğunlaşır.
biraz mən belə deyərəm, hücumçu olduğuma görə deyirəm. Bəlkə də biraz gözləmək lazımdır. Biraz gözləmək lazımdır ki, Platiye tam uyğunlaşsın komandaya. Əgər o ilk oyun deyildi bunun. Digər oyunlarda da əgər bir hücumçu bu qədər qol imkanları yaradırsa, deməli bu hücumçuda biraz yenə zaman lazımdır komandaya uyğunlaşmaq üçün. Razıyam sizinlə, birinci 20 dəqiqədə 2-3 qol imkanını qaçırtdı. Hətta baş məşqçi Böyük müəllim demişdi ki, biz Platiye'nin qaçırdığı qol imkanlarına görə məğlub olduq. Hardasa razıyam oyunla, hücumçunun işi qol vurmaqdır. Bu oyunda o hücumçunun işi alınmadı, yəni oyunu alınmadı. Bu hücumçunun zəif olmağı demək deyil. Sadəcə olaraq həmin oyunda alınmadı. Dediyim kimi oyun özü çox sönük keçdi. Platiye Hollandiyada bombardirlərdən biri oldu, Hollandiyanın. Ümumiyyətlə, Platiye komandaya uyğunlaşmaması ilk növbədə və Neftçinin əsas oyuncuları, yəni qırmızı vərəqalı bu oyunu buraxanlar. Bakı Neftçi matçı haqqında fikir yürütmək şəxsən mənim üçün çox çətin idi. Nəyə görə? Çünki hər şey Bakının qələbəsinə işarə verirdi. Yəni Neftçinin əsas futbolçuları yox idi və belə təqdirdə Bakı daha şanslı görünürdü. Elə hər şeyin Bakının qələbəsinə işarə verməsi də məni təəccübləndirir ki, futbolda bəzən belə şeylər olur. Açıq-aşkar favorit gördüyün komanda gəlir, xal itirir. Amma elə düşündüyümüz kimi oldu. Lakin qeyd eləməliyik ki, Neftçi pis oynamadı. Mahiyyətcə götürsən, misal üçün Melvin Platiye əgər o əldə etdiyi epizodlarda fərqlənsəydi, hesabın son nəticənin necə olacağını bilmək olmazdı. Amma mən bir statistikanı deyim. Misal üçün Neftçinin 4 futbolçusu əsas oyuncuları iştirak eləmədi və Neftçi Bakıya məğlub oldu. Yadınıza salın, Qarabağda Bakıya məğlub olanda onun 4-5 əsas futbolçusu oynamırdı. Yəni Bakı belə boşluqları bağışlamır. Və əgər Bakıya nəzər yetirsəz, son maçlarda, yəni qış fasiləsindən sonra 3 oyuna 9 xal toplayan 2 komandadan biridir. Biri Interdir və biri Bakıdır. Çox, yəni Böyük Hacıyev oyundan sonra belə bir açıqlama verdi ki, Melvin Platiye'nin biz elə bir səhvlərinin acısını çəkdik. Təxminən onun məğzi belə idi açıqlamalarından. Mən də buna qatılıram. Yəni Melvin Platiye bugün ümidləri doğrultmur. Amma mən sizə bir fikir deyim. Melvin Platiye deməzdim Hollandiyada bombardier olub, amma hər halda ötən mövsümün gedişində Neymegenə 9 top vurub və Hollandiyada 9 top vuran futbolçunun Azərbaycanda oynaya bilməməsi hardasa maraqlı gəlir. Amma mən ötən verilişdə demişəm, hətta Facebook səhifəmdə bununla bağlı statusda paylaşmışam. Yəni bugün Azərbaycan çempionatı çox qəliz və çətin çempionatdır. Söhbət səviyyəli və ya səviyyəsiz, zəif və ya güclü olmasından getmir. Bura hər futbolçu, hər məşqçi adaptasiya oluna bilmir. Və bugün Melvin Platiye mən elə düşünürəm ki, özünü tapmaqda çətinlik çəkir. Təbii indi bunu da yəqin ki, Böyük Hacıyev bizdən daha yaxşı bilər, ona yenidən şans versin, ya artıq mövsümün sonunda ona yollarını ayırıb yeni, daha səviyyəli bir hücumçu tapsın. Bakıya gəlincə, yəni Bakı pis başlamayıb və artıq liderlərə çox yaxınlaşıb, artıq Bakının 36 xalı var və lider Qarabağla 6 xal ayırır, amma ikinci yerdə gedən Qəbələ ilə onları cəmi 2 xal ayırır. Bu baxımdan mən düşünürəm ki, Bakı da artıq liderlər qrupuna yaxınlaşır və çempionluq mübarizəsində iştirak eləyəcək və digər komandalar Bakıdan ehtiyatlı olmalılar. Sadəcə mən Neftçidə bir məqamı istəyirəm qeyd edeyim. Elşən Abdullayev oynamayıb, çox perspektivli futbolçu. Niyə bu maçda əsas futbolçuların yoxluğunda Elşən oynamayıb və maraqlandım deyəsən zədəsi də yox idi, yəni oynaya bilərdi. Mən elə düşünürəm ki, Böyük Hacıyev bu futbolçuya, bu uşağa yəni bir gərək şans versin. Çünki Elşən Abdullayev futbol bilgilərinə görə, futbol oyununa görə, olan potensialına görə çox güclü futbolçulardan biridir və növbəti mövsümdə 21 yaş limitinə görə Elşən Abdullayev Neftçiyə lazım olacaq. Onun potensialından məncə Böyük müəllim istifadə edə bilərdi və məncə də istifadə etməli idi. Orada bir maraqlı məqam da var. Neftçidə daha Neftçiyə öyrəşmiş Bahadır Nəsimov var idi. Yəni Platiye ilə müqayisədə olmazdımı, yəni start heyətində Bahadır Nəsimov? Valla biz təbii ki, kənardan oturub fikir yürütmək çox asandır da, amma istənilən halda məncə Böyük Hacıyev oturub müqayisə eləyib və hər insanda məşqçi intuisiyası olur da. Yəni belə götürək, misal üçün Melvin Platiye o 2-3 əldə etdiyi 100% imkanlardan birini qola çevirsəydi, bugün biz əksinə danışacaqdıq ki, Böyük Hacıyev əhsən gör necə məqamı tutdu ki, Bahadırı yox, məhz Platiye'ni oyuna daxil elədi. Yəni, bilmirəm, bəlkə də ola bilərdi, amma məncə problem
Melvin Platinin oyunundan yox, problem Melvin Platinin fərqlənməsindən gedir. Ki hücumçu fərqlənməlidir. Onun bilavasitə borcu qol vurmaqdır. O da onun öhdəsindən gəlmədi. Yəqin ki, yəni Bahadır Nasimova gərək şans verərdi, nə deyim. Keçən növbəti oyuna, daha dramatik oyuna Qəbələ Xəzər Lənkəran. Ümumiyyətlə Qəbələ ardıcıl olaraq evdə ikinci məğlubiyyətini aldı. Əvvəl Qarabağ, ardından da Xəzər Lənkəran. Sami, demək olar mı Qəbələ enişə doğru gedir? Yox, deməzdim ki, Qəbələ enişə doğru gedir. Sadəcə olaraq Xəzər Lənkəran yuxarıya doğru gedir. Yəni, məşqçi dəyişikliyindən sonra Xəzər Lənkəranda bir oyun üslubu, bir kollektiv oyun yavaş-yavaş yuxarıya qalxır. Bu da sübutu göz qabağındadır. Çünki mən bu oyuna ilk hissəsinə baxanda sanki Qəbələ səfərdə oynayır, Lənkəran evdə oynayır. Qəbələ ilk hissədə qolu vurmuşdur, razıyam. Amma yenə deyirəm, Qəbələ individual futbolçuların hesabına oyun oynayır. Bu oyunda həm hücumçusu, həm Marat İzmailov və bir-iki futbolçu yenə top qabağa gələndə bunlar nə isə eləyirdilər. Amma oyun qurmaqda Qəbələ çətinlik çəkir. Amma Lənkəran yox. Lənkəran arxadan oyun qurmağı bacarırdı. Yəni, rahat topu gəzdirirdi. Mən sizə deyim ki, Lənkəran bu oyunda Qəbələdən daha istəkli idi. Lənkəran bu oyunda Qəbələdən oyuna görə daha üstün oynayırdı. Ola bilər, Qəbələnin qol imkanları çox olsun. Amma sırf oyuna baxanda Lənkəran Qəbələdən daha üstün oynadı. Yəni, bir mərtəbə üstün oynadı. Sizin sualınıza Qəbələ, yəni, bu o deməkdir ki, Qəbələ aşağıya gedir, yəni, eniş yaranır. Yox, sadəcə olaraq statistikaya baxanda Qəbələ indiyənə kimi Lənkərana evdə məğlub olmamışdı, deyəsən, səhv eləməmişdir. Məğlub olmayıb. Amma çünki o vaxtlar Lənkəranda məşqçi dəyişiklikləri o qədər çox oldu ki, biri getdi, biri gəldi, biri getdi, biri gəldi və bu həmin o dəyişikliklər komandanın oyunu böyük təsir elədi. Amma indi yavaş-yavaş Lənkəran özünə gəlir, Lənkəranda belə deyim də oyun qura biləcək, oyunu yaxşılaşdıra biləcək futbolçular var və onların hesabına Lənkəran Qəbələdə qalib gəldi. Əzimkar qələbə qazandı. Qəbələ Xəzər Lənkəran maçı ilə bağlı mənim fikirlərim bir qədər fərqlidir. Mənə elə gəldi ki, Qəbələ bu oyunda daha yaxşı, daha sistemli oynadı. Ancaq məsələ ondadır ki, Xəzər Lənkəran həqiqətən bu oyunda qələbəni daha çox istəyirdi. Və ümumiyyətlə mən istədiyim, əgər nəzər yetirsəz, Qərbdə ən çox bəyənilən oyun şahmatdırsa, Şərqdə daha çox nərdi sevirlər. Yəni, Avropalılar hardasa daha çox ağılla hərəkət edəndə biz daha çox duyğularla davranırıq. Və elə Xəzər Lənkəran oyununda da Mustafa Dənizlinin gəlişindən sonra fikir versəz bir türk ruhu var. Necə ki, hər zaman Fatih Terimin komandalarında bir ruh olub, Dənizli də Xəzər Lənkərana bir qalib ruhu gətirib, bir qələbə ruhu gətirib. Və bu neçə oyundur ki, artıq özünü biruzə verir. Ümumiyyətlə, mən Mustafa Dənizlidə bəyəndiyim odur ki, Mustafa Dənizli oyunun axarını dəyişə biləcək məşqçidir. Dəfələrlə görmüşük ki, o necə oyunun axarını dəyişir. Neftçi ilə oyunda 2-0 məğlubiyyətdən komandanı heç şeyə gətirdi. Bu dəfə komanda məğlubiyyətdən qələbəyə daşıdı və məhz onun əvəz etməsi sayəsində Tonkara meydana daxil olandan sonra hiss elədi ki, komandada bir canlanma oldu və qısa zaman kəsində rəqib qapısından ardıcıl top keçirməklə oyunun axarını tam öz xeyrinə dəyişdi. Yəni, buna görə mən misal üçün bir şey deyim ki, Xəzər Lənkəran bugün belə deyək, potensialından maksimum istifadə eləyir. Və Xəzər Lənkəranın oyununda bir ruh yüksəkliyi var və o ruh yüksəkliyi hesabına mən elə düşünürəm ki, daha da qalxacaq. Və mən o gün Facebookda bir statusda yazmışdım öz səhifəmdə. Yəni, Azərbaycan Premyer Liqası mahiyyətinə görə çox çətindir və hər məşqçi, hər oyunçu özünü burada rahat tapa bilmir. Amma məhz Mustafa Dənizli qısa zamanda özünü tapa bildi buralarda. Və mən düşünürəm ki, Xəzər Lənkəran növbəti turlarda da yaxşı nəticələrə imza atacaq. Sadəcə oyun planında mən müəyyən axsaqlıq görürəm Xəzər Lənkəranda. Yəni, düzdür, hissiyatla, belə istəyinə, mübarizəni, əzmdən oynayırlar və futbolçuların da müəyyən keyfiyyətləri var ki, ayrı-ayrılıqda yaxşıdır. Amma komanda
sistemində məncə Mustafa Dənizli komandanı biraz da təkmilləşdirməlidir. Yəni bir sistem, bir 90 dəqiqə ərzində bir oyun planında yüksək bir sistemli oyun ortaya qoymalıdır. Yəni bu oyunda belə deyək, ən qaranlıq məqamlardan da biri, daha doğrusu hakimlərin yəni oyunun nəticəsinə təsir edəcək ola bilər bu məqam idi. Yəni ikinci qolda. Mən bir şey deyim. Hücum başlamasında orada oyundan kənar vəziyyət görünür açıq. Mən ümumiyyətlə dedim ki, Vüsal Əliyev bu maçı mənə görə yaxşı idarə elədi. Yəni bəlkə də indi Hakimlər Komitəsi onun fəaliyyətini araşdıranda müəyyən metodiki səhvlər yaxırda bizim gözümüzdən qaçan məqamları görə bilərlər. Amma mən ümumiyyətlə baxanda onun hakimliyi məndə xoş təəssürat yaratdı. Konkret ikinci qola gəlincə mənə elə gəlir ki, bəli, o epizodda açıq-aşkar ofsayd var idi. Amma siz həmin məqamda yan xətt hakiminin mövqeyinə baxın. O biraz ötürmə verən futbolçudan geridə qaldı və xətti mənə elə gəlir ki, görmədi. Yəni bu qolda da günah varsa bu yan xətt hakimindir. Vüsal Əliyev bilavasitə yəni belə deyək, adiyyəti yoxdur. Çünki baş hakim həmişə yan xətt hakiminə nəzərən baxıb qiymət verməlidir epizoda. Yəni o epizodda həqiqətən də məncə Qəbələnin haqqı ildi. Xəzərlənkan qolu ofsayddan vurdu. İndi Samirin yəni göz baxışı var. Mən də o epizoda gördüm, baxdım. Mənim fikrimcə orada ofsayd yoxdur. Əgər ofsayd var isə də emin demişkən bu yan hakimin günahıdır. Yəni ofsayda yan hakimlər baxır. Bu Vüsalla bir əlaqəsi yoxdur. Eminin dediklərinə razıyam. Oyunu yüksək səviyyədə idarə elədi Vüsal. Yəni oyunu əlində saxlaya bildi. Oyunu əlindən vermədi. Həm sarı vərəqəsini, həm hər bir şeylə oyunu əlində saxlaya bildi. Amma o qol epizoduna gəldikdə bu mənim şəxsi fikrimdir, ofsay yox idi. Yəni mən də elə qollar vurmuşam, yəni ofsay görmədim orada. Bu hər kəsin öz fikri var, bu mənim fikrim. Lap yaxşı. Yəni keçək Qarabağ Azal oyunundan. Cari mövsüm, yəni bilirsiniz ki, Qarabağ Azala qalib gələ bilməmişdi. Hər iki oyunda, yəni Azalın oyunda xal itirmişdi. İlk oyunda səhv etmirəmsə evdə məğlub olmuşdu 1-0. Səfərdə isə 1-1 qeydə almışdı nəticə. Demək olarmı, Samir, Qarabağ Azal sindromunu bu oyundan qırdı? Düzdür, çox orada 2-1, yəni oyunun nəticə son 15 dəqiqə Qarabağ çox daha çətin keçdi. Gərgin anlar yaşandı. Yəni Qarabağın qapısı ağzında. Yəni bu ilə bağlı bilmək istəyərdim. Birincisi deyək, Qarabağ oyuna çox yaxşı başladı. Azalın oyuna. Razıyam, Qarabağ nəhayət ki, Azal sindromunu sındıra bildi, belə deyək. Qarabağ Azal üçün, çünki bir komanda, bir rəqib komanda, hansı Azal'la tutaq, Qarabağ Azal'la oyuna hazırlaşmamışdan əvvəl bunu bilirdi ki, fikirləşmişdi ki, iki oyun çempionat oyununda biz bu komandaya qarşı oyunumuz alınmıyor. Yəni bu komanda çətin rəqibdir və buna qarşı nə isə eləmək lazımdır ki, bu sindromdan çıxaq. Və qurban mən bunu bacardım. Qarabağ ilk dəqiqədən Azal'la oyunda öz səviyyəsini göstərdi, oyununla. Mən həmin oyunda iştirak elədim, ona görə oyunun sonuna qədər baxdım. Qarabağ Azal'la oyunda çox yaxşı başladı və bu oyun 2-0-a qədər davam elədi. 2-0-dan sonra Qarabağın oyununda yorğunluq mu deyim, nə isə biraz oturdu. Belə deyək də, Qarabağ başladığı kimi oyunu 2-0-dan sonra davam elətdirə bilmədi. Əksinə Azal, atletik futbol, Azalda belə deyək, oyun qurucusu, oyun qurmaq haqqında bir şey yox idi. Oyuna baxırdın, oyun qurucu bir şey yoxdur. Qapçı hücumçuya vurur, hücumçu başla ya sağa ya sola kimlərəsə topu udmalıdır və hücum elə vururdu Azal. Bu 2-0-a qədər Qarabağ öz oyunu dikt elədi. 2-0-dan sonra Azal həmin futbolla Qarabağın qapısı arasında təhlükəli imkanlar yaratmağa başladı və onun nəticəsi də bir gol vurdu. Belə deyək, Qarabağ Azal oyununda 2-0-a qədər Qarabağ oynadı, 2-0-dan sonra Azal oynadı. Öz futbolunu Azal oynadı. Amma
Bu oyunda mən bir şey fikir verdim. Yadınıza salın, birinci oyun 1-0 məğlub olanda, Baksil Arenada Qarabağ məğlub olanda Azalın 3 futbolçusu Qarabağın 3 futbolçusuna qarşı birə-bir oyun oynadı. 90 dəqiqə birə-bir oynadı. Amma bu oyunda o yox idi. Bu oyunda tək bir futbolçusuna qarşı birə-bir bir futbolçu oynayırdı. Çünki Bünyəyə qarşı Azalın 32 nömrəsi Gürcü futbolçusu birə-bir oynadı. O birisi futbolçular sərbəst oynadı. Onun hesabına Qarabağ 2-1 qalib gəldi. 2-0-dan sonra isə mən belə deyim də, biraz arxayınçılıq Qarabağı bir qol buraxmağına gətirib çıxartdı. Qarabağın bir şansı var, bunu da qeyd edeyim. Qarabağın ən gözəl şansı indi yaranıb ki, Qarabağ 2-3 oyun, bundan sonra 2-3 oyuna görə Qarabağ ikinci yerdə gedən komandadan xal fərqini çoxalda bilər. Ən yaxşı şans Qarabağda indidir. Yəqin xatırlayırsan, yəni 2-0-dan sonra Azal bir top vurdu. Yəni heç-heçə də o başa çata bilərdi bu oyun. Tofiq Bəhramov da Qəbələ maçı. Yəni 4-0-dan sonra nədənsə arxayınçılıq yarandı, gəldi hesabı Qəbələ 4-3-ə endirdi. Səncə yəni Qarabağ 2 topdan sonra bir qədər arxayın oynamağa başlayırmı, yoxsa hardasa yorğunluq hiss olunur? Şan, hər komandanın öz xüsusiyyəti olur və Qarabağ hər il diqqət yetirsəz, belə deyək də, nisbətən zəif komandalardan xal itkilərinə yol verir. Əgər ötən mövsüm bunlar Turan, Kəpəz komandaları idisə, bu il artıq görsən Rəvan, Azal və Simurla oyunlarda xal itkilərinə kifayət qədər yol verir. Ümumiyyətlə, Azal Qarabağ üçün münasib rəqib deyil. Hər zaman görürsən ki, Azal qapanır, Qarabağ isə xal itkisinə yol verir. Amma siz Qarabağın ümumiyyətlə bu mövsüm xal itirdiyi maçlara baxın, hər oyunda azı 2-3 dənə 100%li qol epizodu yaxalayır. Yəni Qarabağın mən həmişə demişəm, ən böyük rəqibi özüdür. Yəni lazımi qolları vursa, tutduğu epizodları dəyərləndirə bilsə, Qarabağın qarşısını almaq həqiqətən də çətin olacaq. Bu maça gəlincə biz bəli deyirik ki, Qarabağ Azal sindromunu qırıb, amma yadınıza salın ki, Kubok maçında da Qarabağ Azalı 1-0 üstələmişdi və növbəti mərhələyə adlamışdı, təxminən 2 ay bundan qabaq. Və bu artıq Qarabağın Azal üzərində ardıcıl ikinci qələbəsi oldu. Qarabağ bu qələbə sayəsində təbii ki, xal fərqini də artırdı. Artıq ikinci pillədə olan Qəbələ ilə Neftçidən Qarabağı 4 xal ayırır və növbəti turda Rəvanda, ondan sonra Simurqdu. Bu 2 maçda da 6 xal toplaya bilsə, yəqin mən elə düşünürəm ki, Qarabağın xal fərqi biraz da arta bilər. Yəni Qarabağ bu epizodda tutduğu imkanlardan müəyyən hissəsini dəyərləndirdi və bunun nəticəsində də lazımi 3 xal aldı. Bu 3 xal Qarabağa hava su kimi lazım idi və Qurban Qurbanovun komandası nəhayət belə deyək də lazım olmayan yerdə xal itirmədi, əksinə xal qazandı. Və mən düşünürəm ki, Qarabağ bugün oyun planında da yəni istəniləni ortaya qoyur. Təbii ki, bu futboldur və futbolda rahatlaşmaq olmaz, sakitləşmək olmaz və qeyd etdiyin kimi Qəbələ ilə maçda da son dəqiqələrdə həmin o inanlı bir qələbə əldən gedə bilərdi. 4-0-dan 4-3-ə qədər oyun dəyişdi. Amma Azərbaycan Premyer Liqasına artıq fikir verirsəz, elə uzağa getməyə Qəbələ Xəzər-Lənkəran maçı, heç dəfə Qəbələ hesabda irəli çıxdı, sonra Lənkəran hesabı öz xeyrinə dəyişdi, sonra bir bərabərlik oldu, sonra son dəqiqə təzədən hər şey Xəzər-Lənkəran xeyrinə dəyişdi. Yəni dramatik maçlar var və əksər dramatik maçların da iştirakçısı ilə Qəbələ olur. Qarabağda oynayan komandadır, futbol ortaya qoyan komandadır. Yəni futbolda hər şey ola bilərdi. Yəqin ki, biz bunu deyiriksə, Qurban Qurbanov da bunun üzərində oturub düşünüb, lazım olanı analiz edib futbolçularla söhbət edəcək. Orada bir məsələyə də toxunmaq istəyirəm. Son vaxtlar deyirlər ki, yəni Qarabağın aparıcı futbolçularından biri Reynaldo qeyri-sabit oynayır. Yəni Xəzər-Lənkəranla oyunda üzə çıxmadı, Qəbələ ilə lazım qol, vacib qolu vurdu. Yox, mən başqa cürə yanaşıram bu məsələyə. Yəni əgər fikir versəz, Türkiyə toplanışında əksər oyunlarda Reynaldo ən üzdə olan futbolçuydu. Bəli, Reynaldoda o var. Onda biraz qeyri-sabitlik hiss olunur. Amma mən sizə bir şey deyim. Əgər Reynaldo hər oyunu eyni səviyyədə oynasa, inanın onun yeri Azərbaycan deyil.
Yəni həqiqətən də o futbolçunun hərəkətlərinə baxırsan, driblinqinə baxırsan, futbol təfəkkürünə baxırsan, görürsən ki, bu adam çox keyfiyyətli legionerdir, çox səviyyəli legionerdir. Amma təbii ki, mən hər zaman Araz Abdullayev haqqında bunu deyirdim. Yəni potensial başqa bir şeydir. Amma futbolçunun əsas dəyəri onun stabilliyindədir. Yəni qeyri-sabit futbolçu belə deyək də sirri qutu kimi bir şeydir, əl qumbarası kimi bir şeydir. Bir dəfə tutanda bir dəfə tutmur, bir dəfə partlayanda bir dəfə nəsə olmur. Ona görə yəni bugün təbii ki, Reynaldo deməzdim ki, yəni oyunlarda zəif oynayıb. Adi belə götürsək Xəzər Lənkəran oyunda qol epizodları var idi. Qəbələ ilə oyunda üzə çıxması da, yəni bir epizodda elə onun vurduğu topla 3 xal qazandılar və elə normal oynayırdı. Sadəcə nəzərə alaq ki, necə biz Reynaldodan güclü oyun gözləyiriksə, hər bir rəqib komanda da Reynaldonu bağlamaqla məşğuldur. Və istənilən halda siz fikir verin, o daha çox zəif rəqiblərlə biraz çətinlik çəkir. Çünki onu bağlayırlar, onun üzərinə 2 futbolçu yaxınlaşır. Amma bu da özlüyündə bir variantdır da. Əgər Reynaldoya böyük diqqət varsa, deməli Çumbinho, Leroy və ya digərlər diqqətdən yayına bilərlər. Mən düşünmürəm ki, Reynaldonun səviyyəsi aşağı gedib. Sadəcə adamda biraz qeyri-sabitliyi var, amma mən elə hesab edirəm ki, ən dramatik, ən lazımlı anlarda Qarabağda məhz komanda müqəddəratını dəyişən adam Reynaldo olacaq. Elə Neftçi ilə 3-1 hesablı qələbəni yada salaq. Reynaldo ilk dəqiqələrdə bir epizod qazandı, vurdu. Reynaldonun səviyyəsi orada çoxlarından çox üstündür. Yadda saxlayın bunu. Mən də Emin dediklərinin hamısına razıyam. Yəni əgər yüksək səviyyəli futbolçu və stabil futbol oynayan futbolçu Azərbaycanda işi nədir? Azərbaycanda Azərbaycanda oynamaz. Avropanın böyük klublarında oynayır. Mən Reynaldo'da onu hiss eləmirəm. Yəni oyun ola bilər bir oyun belə, bir oyun belə. Emin dediyi kimi stabil futbolçu deyil. Amma komandaya xeyir verəcək futbolçudur. Bu oyundan oyna çox futbolçu Azərbaycan səviyyəsində çox futbolçu bu oyundan oyna ya yuxarı oynayır, ya aşağı oynayır. Hal-hazırda Qarabağın belə deyim, Azərbaycana gəlmiş getmiş 2-3 legioner futbolçunun səviyyəsinə baxsa elə birinci Reynaldo. Yəni mən də Eminlə dediklərinə tamamilə razıyam. Keçək turun əslində açılış maçı idi. Simurq Inter 0-1. Bu oyunu mən sayt vasitəsilə izlədim. Yəni baxdım oyuna. Sözün birinci hissədə 0-0, ikinci hissədə elə bir Simurqda müdafiə açıq-aşkar şəkildə görsənirdi ki, Interə imkan yaradırlar ki, qol epizodları yaratsın. Nəhayət onlardan da birini vurdu. Samir, bu oyunla nə baş açdın? Yəni, ümumiyyətlə, Simurq Inter oyununa Simurq Inter oyununa mən bir söz yoxdur deməyə. Sadəcə olaraq yəni mən oyun tərəfindən deyim belə. Ustalıq səviyyəsi Interin futbolçularında yüksək olduğuna görə bu oyunda qalib gəldilər. Mən belə fikirləşirəm. Qalan o başqa işlərə mən qarışmaq istəmirəm. Yəni belə bunu onsuz da qarışsam da təkrar çıxacaq. Bunu bilməyən adam yoxdur. Amma oyun barəsində deyə bilərəm ki, Qarabağ Interin futbolçuların ustalıq səviyyəsi Simurqun futbolçuların ustalıq səviyyəsindən yüksək olduğuna görə bu oyunda qalib gəldilər. Vurulan qol epizodunda da ki, yəni belə bir kombinasiya qurulub, nəsə də bir qol vurulmadı. Sadəcə olaraq qapıya, müdafiəçilərin qabağından qapıya zərbə oldu və qol qutardı. Yəni bu qədər, mən başqa bir Sən bir sualım, ümumiyyətlə, Simurqun məqsədi nədir? Bundan sonra məqsədi nə olacaq? Interin rəqiblərini büdrətməkmi? Yolunu açmaqmı? Şu an ümumiyyətlə Simurq Inter oyunu haqqında danışanda deyəndə ki, bu klublar qardaşdır, bu klublar bir-birinə xal verir. Mən fikir verirəm, həm klub rəsmiləri bu fikirdən inciyirlər, həm azarkeşlər xüsusən pis olurlar bu fikirdən ki, yəni niyə onların komandalar haqqında belə fikir bildirirlər. Amma mən məsələyə mahiyyətim və yanaşmam başqadır. Mənim ümumiyyətlə maraqlıdır. Niyə bir mənbədən 2 klub yaşayır? Yəni nə ehtiyac var ki, mütləq Simurqda olmalıdır, Interdə olmalıdır? Mən təklif edirəm ki, Interin varlığı, mövcudluğu lazım deyil. Niyə lazım deyil?
bütün qüvvə, bütün güc, bütün maliyyə lazımdır Simurqa sərf olunsun. Çünki Simurq əyalət klubudur. Bizə isə futbolun inkişafı üçün regionlar lazımdır. Əgər Interin maçında 3-5 azarkeş olursa, Simurqun oyununda rayonda azarkeşlər xeyli stadionu doldururlar. Mən təklif eləyirəm ki, gəlin Interin bazasında olsunlar. Gəlin gedək Simurqu yaradaq. Bir əla bir super komanda olsun. Elə Interin buradakı futbol akademiyası, məktəbi də Simurq 2 adında ya Simurq 1 adında, bilmirəm, Simurqun Bakı filialı kimi fəaliyyət göstərsin uşaq futbolu. Amma peşəkar və əvəzedici komandalar konkret olaraq Zaqatalada olsun. Yəni bir komanda təsəvvür edin, bu iki komandanın büdcəsini birləşdirib, rayonda bir əzəmətli, güclü, elə baş məşqçi qoy xəbər çıxadacaq olsun. Bir əzəmətli, güclü komanda yaratsalar, bu daha effektiv bir şey olar. Bugün kimə lazımdır bu iki komanda? Və mən misal üçün səmimi deyim, mən tərəfdarıyam ki, elə klubda olsa, qoyan başında elə Anar Bəkirov olsun. Çünki kim nə deyir desin, mənim öz futbol baxışım var və mən Simurqda ən azı uşaq futbolunda görülən işlərə baxmışam, onların infrastruktura yatırımlarına baxmışam. Mən elə düşünürəm ki, klub normal idarə olunur, əlində olan büdcə ilə. İndi hər komandanın öz büdcəsi var. Ona görə, yəni əgər bu iki klubu birləşdirib Zaqatala təmsilçisi normal bir klub eləsələr, həm bu söz-söhbətin qarşısı alınacaq, həm daha effektiv olacaq və həm də ki, futbolumuzun adına xeyir ola bilər. Bugün mən sizə əmin eləyirəm, bir eyni mənbədən iki klubun yaşaması heç kimə və heç nəyə xidmət eləmir. Təəssüf ki, bunu klubun başında dayanan Cahangir Hacıyev, hər iki klubun eyni mənbəsinin başında, bunu anlamır və ya düzgün ona məlumat vermirlər. Turun son qarşılaşması outsiderlərin dueli qısaca olaraq Sumqayıt Rəvan oyunu barədə. Bu oyuna mən baxmamışam, yəni bu internet vasitəsilə bu oyunu izləməmişəm. Sadəcə olaraq hesaba görə və komandaların adlarına görə deyə bilərəm ki, iki eyni səviyyəli komandanın oyunu oldu. İki outsider komandanın oyunu oldu. Və hesab da bu iki eyni səviyyəli klubun komandanın oyunun nəticəsidir. Yəni heç nə həll eləmirlər, heç bir şeyə idealı deyirlər. Sadəcə olaraq çempionatda belə deyək də, çempionatın sonunu gözləyirlər. Və yenə deyirəm, iki eyni səviyyəli klubun komandanın oyunu oldu. Şu an bu hər iki komandaya xal lazım idi. Çünki adətən outsider pillələrində olan komandalar bir-birinə göz dikirlər ki, bir-birindən xal alacaqlar. Və bir xal məncə heç bir komandanı qane eləmədi. Amma digər tərəfdən baxsaq, hər ikisi üçün heç olmasa bir xal qəniməti oldu. Sumqayıt haqqında mən ötən verilişdə kifayət qədər danışdım. Yəni fikrim bəllidir. İstəyirəm Rəvan haqqında qısaca fikirlərimi bildirim. Yəni Rəvan məndə olan məlumatlara görə, maliyyə imkanlarına görə Sumqayıtdan daha üstün bir kollektivdir. Amma məncə Rəvan potensialından düzgün istifadə eləmir. Bugün Rəvan daha çox məncə tanınmış deməyim, heç olmasa gənc üzdə olan yerli futbolçulardan qurulmuş Sumqayıtın elə daha biraz iddialı formasını yarada bilərdi. Şahin Diniyev çox gözəl bir ora seçim idi. Onun gərək əl-ələ verib nəsə iş görərdilər qarşıdakı illər üçün. Bugün təbii ki, Rəvan neyniyə biləcək? Yəni onsuz da axır pillələrdədir və Rəvanla Sumqayıtın bugün edə biləcəyi bir şey hansı birinin 9-cu, hansı birinin 10-cu yer tutmasından asılıdır. Yəni başqa bunların mübarizəsində elə qeyri-adi bir şey yoxdur. Bu qədər. Bilirsiniz ki, yəni martın 1-dən 5-i arası milli komandanın təlim toplanışı var Dubayda. Bununla bağlı olaraq Premyer Liqanın oyunlarında əsasən həftə içi hesabda daha sıx qrafikdə olacaq. Növbəti 22-ci turda lider Qarabağ Rəvanın qonağı olacaq. İkinci pillədə qərar tutan Qəbələni Azal səfəri gözləyir. Deyərdim, Bakını Lənkəranda daha çətin oyun gözləyir, Xəzər Lənkərandan. Sonra Neftçi Inter dueli var. Bu da gözəl oyun olacaq. Simurq isə Sumqayıtı qəbul edəcək. Ümumiyyətlə, növbəti tur haqqında fikirləriniz nədir? Maraqlı oyunlar olacaq. Həm mərkəzi, belə deyək də, mərkəzi oyunlar iki oyundur. Neftçi Inter, Xəzər Lənkəran, Bakı. Hər 4 komanda Xəzər Lənkəranın çıxma şərti ilə, çünki Xəzər Lənkəranın çempionluq uğrunda mübarizəsi demək olar ki, şansı azdır. Amma Neftçi Inter Bakı bu çempionluq uğrunda mübarizə aparacaqlar və Rəvan, Qarabağ Azal kimi
Rəvan da Qarabağa belə deyim, rahat rəqib deyil. Qarabağ iki xallarını elə bu komandalarına itirib və inşallah yəqin ki, Rəvanla sindromunu sındıra bu oyunda. Simurq-Sumqayıt oyunu məncə yəni belə bir maraqlı oyun olmayacaq. Sadəcə olaraq mənim fikrimlə Simurq bu oyunda qalib gəlməlidir. Çünki 3 oyundur Simurq başlayanda məğlub olur. Nəsə bir şey eləməlidir. Ancaq bir şey deyim ki, Azal'la Qəbələ oyununda Qəbələ üçün asan oyun olmayacaq. Həm Qəbələ çempionluğunda oyun oynayacaq. Amma Azal da rəqibindən xal almaq. Azalın çempionatda işi budur. Rəqiblərindən xal almaq. Çalışıb xal almaq. Yəni Qəbələ üçün Azal asan rəqib olmayacaq. Bu qədər. Sən nə düşünürsən? Başlayaq Simurq-Sumqayıt maçından. Simurq artıq qış fasiləsindən sonra 3 oyun keçirib və hələ də bir xal qazanmayıb. Buna görə mən düşünürəm ki, doğma divarlar arasında Sumqayıtı elə əldən buraxmayacaq və bir şikar da onun üçün bir ovdur. Yəni bu oyundan maksimum 3 xalla ayrılmağa çalışacaq və daha şanslı görünür. Neftçi Inter maçında mən belə bir fikir yürüdüm. Inter əksinə 3 oyun üçündə də qələbə qazanıb qış fasiləsindən sonra. Amma Neftçinin elə asan da olmayacaq və mən bu oyunda faiz nisbətini Neftçinin xeyrinə qoyuram. Çünki Neftçi nə qədər desək, yəni idealı komandadır. İndi düzdür, yenə etkilərdən çıxacaq müəyyən mənada, amma hər halda mən düşünürəm ki, Neftçi artıq bu oyunda elə rahat-rahat imkan verməz ki, rəqibi xal qazansın. Yəni hardasa üstünlüyü nisbi də olsun Neftçinə verirəm. Xəzər Lənkəran Bakı, bax bu oyun mənim üçün biraz sirli qutudur. Amma Lənkəran evdə azarkeşləri önündə oynayırsa, bu tamam başqa apava olur və artıq komanda belə deyək də yüksəlişdədir. 3 oyuna 7 xal və elə maçlardan elə xallar topladı ki, inamı özünə, inam ruhu artdı bu komandada və Bakı ilə görüşdə zaman göstərər, oyun göstərər, hər şey ola bilər. Ona görə bu oyun haqqında proqnoz vermək çətindir. Çünki Bakı da yüksəlişdədir, yenə 100% nəticə göstərir. Hər halda mən düşünürəm ki, biz Lənkəranda əsl futbol görəcəyik. Azal Qəbələ Samir dedi ki, mən də razıyam ki, yəni Azal səfəri hər komanda üçün çətindir. Elə Qəbələ üçün də elə olacaq, amma Qəbələnin də geriyə yolu yoxdur. Artıq siz fikir verin, nə qədər xal itirdi Qəbələ. Ardıcıl 2 məğlubiyyət və Sömünə qarşı mən bildiyimə görə artıq iradlar baş qaldırılıb azarkeşlər tərəfindən. Ona görə Qəbələ çox çalışacaq, amma elə rahat olmayacaq Azal səfərindən xal aparmaq və nəhayət Rəvan Qarabağ maçı. Mən icazə verin, risk edib deyim ki, bu maçdan qalib Qarabağ ayrılacaq. Hörmətli Sportalar izləyiciləri, yenidən yəni həftə içi görüşünüzə gələcəyik. Sağ olun, sağlıqla qalın. Çalışın ki, Premyer Liqanın oyunlarının nəbzini bizim futbolda tutun.